Salam, hər vaxtınız xeyir olsun. Ötən dərslərdə, ötən videolarda gördüyünüz kimi, biz əsasən nisbətən sadə taskların həllinə yönəlmiş sorğularla bağlı məlumatları öyrənmişdik. Bu gün isə nisbətən mürəkkəb taskların, yəni mürəkkəb problemlərin həlli zamanı istifadə olunan eee, funksiya tiplərindən eee, ya da belə desək, üsullardan biri olan subquery-dən danışacağıq. Subquery tərcümədə alt sorğu deməkdir. Yəni bəzi mürəkkəb məsələlərin həllində biz istifadə edirik bu subquery-lərdən, bu alt sorğulardan. Bəs bu nəyə əsasən alt sorğu adlandırılır? Eee, Belə deyək, bəzi məsələlərin həllində artıq cəmi bir query-nin yazılması bizə kifayət eləmir və məcbur oluruq ki, biz daha qarışıq, daha kompleks üsullardan istifadə eləyək. Ayrı-ayrı mürəkkəb funksiyaların, mürəkkəb query-lərin yazılmasının qarşısını almaqdan ötrü bəzi hallarda subquery-lərdən istifadə olunur. Yəni bir ümumi sorğumuz olur və onun içərisinə bu alt sorğuları daxil etmiş oluruq. Bu vizualda hal-hazırda götürdüyüm kanalın adı DataWiz Bara. YouTube'dan da baxa bilərsiniz. Sadəcə olaraq qısa məlumat olsun deyə vizualı oradan götürmüşəm və sizinlə bunun üzərindən biraz danışacağıq və daha sonra praktik olaraq görəcəyik. Deməli bu subquerylərin işləmə prosesini bir növ sadə dillə desək, yəni görüntü olaraq bizə göstərir. Deməli bir əsas query'miz var. Bunun adı main query əlbəttə ki və onun tərkibində olan subquery, yəni alt sorğu hissəsi var. Və bu iki sorğunun nəticəsi bizə yekunda final result, yəni həmən o dediyimiz mürəkkəb prosesin həllini vermiş olur. Proses necə işləyir? Subquery əvvəlcə bu sorğu göndərilir databeyzə, oradan bir result əldə olunur. Həmin bu resultı təkrar gətiririk main query-nin içərisinə və daha sonra main query ümumi olaraq bizə lazım olan problemi həll eləyir və bizə yekun bir nəticə vermiş olur. Burada da gördüyünüz kimi əsas fərqi onu göstərir ki, yəni bir neçə fərqli-fərqli bu gördüyünüz qarışıq query-lərdənsə subquery-nin istifadə olunmağı onu nisbətən sadələşdirir və oxunaqlığı artırır. Cəmi bir main query-miz olur. Buna bəzən outer query deyirlər. Yəni belə başa düşək ki, mötərizənin kənarında duran, yəni belə başa düşmək olar. Və digərləri isə mötərizənin daxilində olan, yəni həmin main query-nin daxilində olan fərqli-fərqli subquery-lərdir və bunların adı da inner query, yəni daxili sorğu adlanır. Bu daxili sorğu sayı əslində məsəl üçün bir dənə də ola bilər və bir neçə dənə də ola bilər. Bir neçə olduqda gördüyünüz kimi nested query adlanır, yəni iç-içə sorğular. Burada ümumi olaraq necə işləməyini göstərir. Məsəl üçün bizim databeyzimizdə var sifarişlər, var müştərilər və bizə hər hansısa bir sorğu lazım olduqda biz həmçinin fərqli-fərqli cədvəllərdən subquerylərlə bir nəticələr əldə edib və yekun nəticəni də main query-mizdə istifadə edə bilərik və ondan sonra istədiyimiz nəticəni əldə etmiş olacağıq. Və burada buna da baxaq qısa olaraq. Location classes göstərir. Yəni yerləşməsindən asılı olaraq select-in içərisində də ola bilər, from-un içərisində də yaza bilərik. Join-lərin içində də bu cədvəllərin birləşdirməsində görmüşdük. Where-in içərisində
əsasən şərt olaraq verilir və yaxud da gördüyünüz kimi məntiqi operator və müqayisə operatorlarını göstərmişdir və bunların da hər birinə birazdan toxunacağıq. Və burada result types dediyi şey nədir? Bu burada əldə elədiyimiz daha doğrusu bu subquerylərdən gələn və əldə etdiyimiz bu resultlar var, hansı ki alt sorğuların nəticələridir və həmin nəticələr haqqında burada göstərib ki, yəni skalar ola bilər, yəni tək bir ədəddən ibarət olan. Bunları nümunədə daha aydın görəcəyik. Sətr olaraq verə bilər və yaxud da cədvəl olaraq, yəni həm sətr, həm də sütunları olan bir cədvəl olaraq bizə qaytara bilər. Bu isə ümumi işləməyidir. Yəni siz bir data analiz kimi müraciət edirsiniz. Müraciət dediyim nədir? Yəni sorğunu yazırsınız, serverə müraciət gedir və oradan gördüyünüz kimi main query-nin sorğusu, subquery-nin sorğusu gedir. İlk olaraq subquery nəticəsi əldə olunur və daha sonra onun nəticəsinə uyğun olaraq da main query-miz işini tamamlamış olur və nəticədə yekun olaraq bizə bir bu final resultını təqdim eləmiş olur. İndi nümunələr üzərindən baxmağa çalışaq. Qeyd etdiyimiz kimi subquerylər bir neçə sorğunun iç-içə yerləşməyindən ibarət idi. Lakin burada o yerləşmə prinsipi qorunmalıdır. İlk olaraq bu əsas prinsiplərdən biri ondan ibarətdir ki, subquerylərimizi mütləq və mütləq mötərizə içərisində qeyd eləməliyik. Yəni mötərizə içərisində qeyd eləmədikdə bu artıq bizə bir xəta verəcək. Çünki bu sorğunu SQL düzgün başa düşməyəcək. Məsəl üçün belə bir şey eləyə bilərik. Bizim HR database-imiz var idi və onun üzərindən işləyirik. Select rows from employees. Sorğunu yerinə yetirdik. Employees cədvəlinə baxırıq və burada baxaq, salariyə baxaq. Belə deyək. İlkin olaraq bizə məsəl üçün belə bir task gəlib ki, bizə bildirirlər ki, ortalama əmək haqqından aşağı əmək haqqı alan bütün işçilərin bizə məsəl üçün employee ID-sini, adını və soyadını, həmçinin departament nömrəsini qaytarın. Bunun üçün bizə gördüyünüz kimi taskdan da göründüyü kimi iki şey tələb olunur. Birinci, o ortalama əmək haqqıdan aşağı dediyinə görə ortalamanı bilməliyik və daha sonra ondan aşağı olan işçiləri tapırıq və məsəl üçün ola bilər ki, həmin şəxslərə il sonunda bonus təqdim olunacaq. Belə eləyirik. İlk olaraq ortalama əmək haqqını tapaq. Select salary from employees. Bizə bir nəticə qaytardı. Gördüyünüz kimi bu nəticə nəyə aid olacaq? Bayaq qeyd elədiyimiz həmin o final result type-ları var idi. Deməli, skalar var idi, row var idi, table var idi. Bax, bu gördüyünüz kimi bir ədəd qaytardığına görə bu bizdə olacaq skalyar nəticə qaytarmış. Biz ortalamanı biləndən sonra əlbəttə ki, filtrləməklə və filtrləmə nə idi? Burada SQL-də where istifadəsi ilə qeyd etdiyimiz taskı yerinə yetirə bilərik. Select employee ID, first name, last name və
department ID gətirirdik from employees və where şərtimizi veririk və şərt olaraq nə demişdi? Ortalama əmək haqqından yuxarı və ortalama əmək haqqımız bu olduğuna görə fikirləşə bilərik ki, hə, burada artıq yaza bilərik 6461 və s. və s. Lakin bunu yazmaq əvəzinə qeyd etdiyimiz kimi alt sorğulardan istifadə olunur və burada where içərisində yerləşən bir alt sorğumuz var. Mötərizə ilə alt sorğumuzu başladırıq və alt sorğumuzun yerinə gördüyünüz kimi kopyaladıq ortalamanı bizə qaytaranı və daha sonra yapışdırırıq. Yapışdırdıq və query'mizi çalışdırırıq burada. Where düzdür, şərtimizi demədən yazmışıq. Where salary kiçikdir, ortalamadan kiçik olanı axtarmışdıq. Və bir məsələ də var ki, hər zaman ümumiyyətlə yazılanda bu tip müqayisədir, şərtdir, məsəl üçün məntiq operatorlardır və s. bunların yazılışında hər zaman alt sorğu, yəni bu mötərizə hissəsi həmin operatorun sağında yerləşməlidir. Yəni sol tərəfdə yerləşir. Məsələn, bunu yazım, digər tərəfində yazım ki, məsəl üçün kiçikdir filan şey ya böyükdür filan şey. Bu mümkün deyil. Sorğumuzu yerinə yetiririk və bizə nəticələr qaytarmış oldu. Hətta belə deyim, biz bura bir salary də əlavə eləyək ki, gözümüz daha aydın görsün. Baxırıq salaryimizə, həqiqətən də bayaqki, yəni burada aldığımız 6461-dən kiçik rəqəmlər olacaq. Hətta belə bir şey eləyə bilərik. Order by salary desk sıralama eləyək və daha dəqiq görəcəyik ki, 6400-dür hal-hazırda əlimizdə olan ən böyük maaş və bunun özü də qeyd etdiyiniz kimi ortalama əmək haqqından daha kiçik olur. Bəzi hallarda isə bizdən istifadə lazım olan, yəni istifadəsi tələb olunan deməli məntiqi operatorlar da olur. Məsəl üçün tutaq ki, bir neçə cavab qaytaran olur. İndi ona bir baxaq. Belə deyək, təkrar bir dənə də from employees. Məsəl üçün bizdən tutaq ki, belə deyək, deməli IT-Proc və s. və s. və s. Departamentə məsəl üçün bir neçə tutaq ki, job ID aid ola bilər. Məsəl üçün belə bir şey yoxlayaq. Sadəcə olaraq baxmaq üçün yazıram. Yəni məntiq axtarmıyor. Job ID, department ID və bir dənə də where department ID bərabərdir. Məsəl üçün 90-a məsəl nəticə verəcək. Bax bu çox yaxşı oldu. Görürsünüz kimi job ID olaraq bizə 3 fərqli job ID qaytarmış oldu. Departament hansı ki 90 nömrəli idi. Və bu 3 job ID-dən biz istifadə eləyə bilərik. Məsələn, bunu belə silsəm, bu bizim olacaq. Deməli, bizə nəticə olaraq 3 sətr qaytardı. Bu isə nə oldu bizdə? Bayaq qeyd etdiyimiz kimi o row result type-ı row olaraq qaytardı. Yəni bir neçə sətr qaytardı bizə. Və bunu operator olaraq yazmaq olmur. Çünki belə deyək, bərabər və s. yazanda artıq bu üçü ilə də birdən müqayisə eləyə bilmir.
Buna görə də bizdən istifadə olunur, deməli, qeyd eləyim burada, in, any, all və yaxud da ki, not in. Aha. Deməli, bu məntiqi operatorlardan istifadə olunur. Məsəl üçün, burada indi bizə tutaq ki, dedilər ki, belə deyək, IT deməli, departament nömrəsi 90 olan job ID-ləri sahib olan işçilərin siyahısını gətirin. Yəni burada məntiq axtarmırıq. Sadəcə olaraq bu multi-row olaraq, yəni bir neçə sətirdən ibarət olan nəticələrdən necə subquery-də istifadə olunmasına baxacağıq. Select ulduzla axtaraq from employees where və where şərti verdikdə burada yazırıq job ID və job ID-yə artıq burada biz qeyd eləməliyik ki, in məntiqi operatorunu in və daha sonra bu qeyd olunan subquery-mizi gətirib yerinə yazırıq. Yerinə yazırıq və bunu da silməliyik və mötərizənin içində elə bir şey olmaz. Baxırıq həqiqətən də bizə nə qaytardı? Job ID-si həmin job ID-lərə bərabər olan şəxslərin ümumi məlumatını qaytarmış oldu. Belə başa düşə bilərik, in verdikdə, yəni bu həmən nəticədən, alt sorğunun nəticəsindən, yəni bu mötərizənin içərisində olan hər hansı birini başa düşə bilərik. Bunu necə başa düşmək olar? In or kimi də başa düşmək olar. Elə bil ki, or add press, or add vip və bu tipli gedir. İkinci olaraq yazdığımız any-yə baxdıqda any hər hansı biridir. Bunu da belə başa düşmək olar ki, istənilən elementdən birini tapdısa oradan onu da gətirib qoyacaq yerinə. All isə artıq biraz dəyişik başa düşmək olar. Belə deyək, in verdikdə or kimi başa düşürdük. Any verdikdə hər hansı biri fərqi yoxdur, onu tapır. Məsəl üçün bir neçə maaş alınsa bizim alt sorğumuzda orada any verdikdə bizə nəticə necə qayıdır? Məsəl üçün böyükdür, tutaq ki, hər hansısa biri dedikdə onların ən kiçiyindən, yəni minimumdan böyük olduqda bizə nəticə qaytarmış olacaq. All operatoru isə onun əksinə, yəni hamısından yoxlayır və nəticə qaytarır. Not in qeyd etdiyimiz kimi in-in əksidir və bizdə yəni burada not in yazsaq burada olan bu 3 sətirdən əlavə bütün sətirləri bizə qaytarmış olacaq. Belə subquerylər haqqında bu qədər. Subquerylər əslində tək pis cəhəti belə deyərdim ki, böyük datasetlərdə biraz ləng işləməkdir. Yəni elə bil ki, bir neçə sorğu iç-içə olduğuna görə biraz ləng işləyə bilər. Lakin nisbətən kiçik cədvəllərdə çox sürətli işləyir və həqiqətən də oxunaqlığı daha başa düşülən olur, daha oxunaqlı olur. Lakin əksər hallarda lap böyük datasetlərdə isə biz digər üsullardan istifadə edirik ki, hansı ki, növbəti videoda onun haqqında olacaq. Məsəl üçün, with clause-undan istifadə edirik, common table expressions deyilir, bunlardan istifadə edirik və s. Belə, bugünlük bu qədər. Çox sağ olun, bayramınız da mübarək olsun.